Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Mənim əzizlərim, bugünkü videoda təbii ki, olmazın olmaz Azərbaycan süfrələrin ləzzəti balqabaq qutabını hazırladım. Çox dadlı, ləzzətli, bol balqabaqlı içliyi olan gözəl qızarmış soğanı, nar, şəkər, istiot, bəh. Baxa görə bu qutabı hazırlamaqdan ötəri bizə nə lazım olacaq? Adi qayda ilə una duz əlavə eləyib qarışdırıram. Bura su əlavə edirəm, bitki yağı əlavə edirəm. Bitki yağı xəmirdə olanda o xəmir çox gözəl, elastik, yumuşaq olur. Və yumuşaq olmayan xəmir yoğururam. Elmira Qadirovanın YouTube kanalında artıq 3 cür qutab hazırlamasının prosesi var. Bu 4-cüdür, ardı hələ də olacaq. Hər içliyin özünə görə bir ləzzəti, bir özəlliyi. Boranlı qutabın da özünə aid çox gözəl, ləzzətli dadı var və mən bu qutabı çox xoşlayıram. Xəmiri yoğurdum, bax belə bir xəmirdir. Təbii ki, xəmir 10 dəqiqə dinlənməlidir. Ne üçün ki, biraz yumuşalsın. Ümumi xəmirdən 40 qramlıq kündələr tuturam. Kündələr hazır olandan sonra onları da gözləyirəm bir 10 dəqiqə dincəlib yumuşalsınlar. Ümumiyyətlə xəmirin qaydası budur. Xəmiri yoğurandan da sonra dinlənməlidir. Xəmir kündələnən də sonra yenə dinlənməlidir. Onda həmin xəmirlə işləmək çox rahat olur. Kündələri qoydum bir kənara. İndi isə mən içliyi hazırlayıram. Onun üçün boranını bax bu cür doğrayıram, təmizləyirəm. Və bildiyimiz kimi boranın xeyri, faydası çoxdur. Ona görə də qış vaxtı çalışın, boranını çox istifadə eləyin. Hətta boranını eləcənə üstünə, belə dilimləyib, üstünə kərə yağı qoyub, sobada da bişirsəz çox dadlı olar. Soğanı xırda doğramışam, boranını da doğramışam, narı dənələmişəm. İndi isə soğanı kərə yağında qəşəng tam qızarana qədər qovuracam. Doğranmış boranını yığıram qazana, üstünə su töküb vamxodda yumuşalana qədər bişirəcəm. Soğan qızaran zaman biraz duz əlavə eləyirəm və inanız ki, bu içliyin əsas şərti bu soğanın kərə yağında qovrulmasıdır. Bəh. Siz birdən bu rənglərə baxın. Təsəvvür edin ki, bu içli necə tamlı olacaq. Ümumiyyətlə, öz aramızda Azərbaycan mətbəxinin bu soğanı qovrulmağı heç nə çata bilməz. Artıq boranı da hazırdır. Baxın, görün, yumuşaqdır. Mən indi bunun suyun süzürəm. Təbii ki, çox ehtiyatlı olmaq lazımdır, qaynardır. Buxar əllərinizi yandırmasın. Və kartof əzənlə qəşəngcə bunu əzirəm. Boranını yaxşı əzəndən sonra əzilmiş boranını əlavə eləyirəm qovrulmuş soğanın içinə. Yaxşıca qarışdırıram. Şəkər əlavə edirəm. İstiot əlavə eləyirəm. İnanılmaz dadlı olur. Və bunu qarışdırıram. Və içliyə əlavə olunan duz nə idi? Soğanı qızardanda ki, duz əlavə elədim. O kifayət edir. Mən bu içliyi yaxşıca qarışdırıram və gözləyirəm ki, tam soyusun. Və bunun qatılığı bu cür olmalıdır. Çox sulu olmamalıdır. Ona görə də boranı bişib hazır olanda çalışın, suyun təmiz süzün. Artıq içli soyub və mən nar dənələrini
əlavə eləyirəm. 2 narı dənələmişəm. Əvvəl 3 xörək qaşığını əlavə eləyəndən sonra aydın oldu ki, azdır və mən 1 qaşıq da əlavə edirəm. Siz isə necə istəyirsiniz, o qədər də nar dənəsini içliyə əlavə edə bilərsiniz. Adi qayda ilə kündələri rozetka boydana açıram. Mən bunu ona görə edirəm ki, yuxaları tam yayanda çox rahat olsun. Balaca yaymaları yayanda çalışın un çox istifadə eləməyin. Əks halda qutab bişəndə tavanın içi bütöv un olur. Yəni xoşa gəlməyən bir görünüş olur. Həzm prosesində problem olur. Və baxın görün, çox gözəl, nazik, elastik, çox ləzzətli bir yaymadır. Ona görə də xəmir yoğuranda mən xəmirə bitki yağı əlavə edirəm və davam eləyirəm yaymaları açmağa. Xəmirlə işləmək təcrübəm olduğuna görə xəmirə aid olan məsləhətləri mən sizə deyəndə çalışın hamısına az da olsa riayət edin, peşman olmarsınız. Artıq 2 yayma hazırdır. Və belə düzəliş eləyirəm. Hər yaymanın üstünə 1 xörək qaşığı içlik əlavə eləyirəm və bax bu cürünə yayıram. İçlik olmalıdır 20 qram, amma ev üçün bişirirəm deyənə mən içliyi biraz bol eləmişəm. Yəni 1 xörək qaşığı dolu. Hardasa deyim belə ki, burada 2 qutabın içliyi var yaymanın üstündə. Və bunu yaydım. Bax bu cürünə bağlayıram. Xəmir o qədər möhtəşəmdir ki, xəmir sözə baxandı, yəni xəmiri hansı tərəfə, hansı səmdə yönəltsəz sizin sözünüzə baxır. Təbii ki, tavanı yağlayıram və qutabları başlayıram bişirməyə. Kimin mətbəxində sacı yoxdursa, istənilən enli 32 dairə tava ola bilər. Siz bir dənə bu qutabların görünüşünə baxın. Çox möhtəşəmdir, çox mükəmməldir. Kaş mənim mətbəximdə, mənim yanımda olasınız. Bir dənə bu bütün prosesi görəsiniz. İnanılmaz. Onu deməklə çatdırmaq mümkün deyil. Siz mütləq bu resepti dəneyin, hazırlayın. Görəcəksiniz ki, həqiqətən də mən düz deyirəm və mən işimi davam edirəm. Qutabı bağladım və yenə də. Yəni, mən tavanı yağlamaq deyəndə ki, mən o qalıq unları, bax o kağızla, yağlı kağızla yığıram ki, qutablar hazır olanda tərtəmiz olsun. Ona görə ki, bişən qutabı artıq mən yağlamıram ki, içlikdə qovrulmuş soğan var. Amma əgər istəsəz, tam süfrəyə gələndə kərə yağını əridin, qutabın üstünə çəkin və nuş edin. Mənim əzizlərim, siz bir bu gözəlliyə baxın və bu gözəlliyin dadını bilməkdən ötəri siz nə eləyirsiniz? Gedirsiniz, qəşəng boranı alırsınız. Mənim videoma baxırsınız, bütün prosesi təkrar edirsiniz, ailə üzvlərinizi sevindirirsiniz və nuş edirsiniz. Və inanılmaz, çox və çox dadlı qutabdır. Sizlərə nuş olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.